ben de yarın dalıncan. Müsteşar var boz bebelim dalıncan. Niye nene? Aşağılar yar gezdir, yine bilemeyi bağla, külli alem var keder Salamlar, saygılar əziz dostlar. Bu cələsə Qəradağ şikəstəsi havasının amuzişinə başlayıram. Bu havada kökümüz mi köküdür. Yəni tiyunerdə kökləsək mənim sazımın kökü ilə biri olsa sazız. Alt simlərimiz bu halətdədir. Üst simlər və orta simlər. Bu halətdə köklənibdir. Mizanımız 6-8-dir, yəni ritmimiz bu havada 6-8-dir. Kullu cələsənin çalğısın cələsənin axırında, yəni videonun axırında həm aram surətdə, həm səri halətdə çalacağam. İndi başlayırıq amuzişinə tikə-tikə, mizan-mizan. Əvvəl mizanımıza keçək. Çalğısı bu halətdədir. Bu halətdə çalğısıdır. 2 qədəmdir. 2 qədəmin notları eynidir. Yəni 2 dənə solda vururuq, 1 dənə üst sim do. 2 dəfə vururuq. Müntaha hər qədəmin mizrafları bir miqdar fərqlidir. Əvvəl qədəmimiz bu halətdədir. Yəni solda bir dənə rastı vururuq, bir daha çəp vururuq. Sonra üst simə rastı vururuq. Olur sol sol do. Mizrafları olur rast çəp rast. Bu halətdə çalırıq sol sol do. İkinci qədəmdə darama mizrabından çalırıq. Həmən sol sol dodur, bu halətdə olur. Əvvəl mizrabımızı rastı vururuq solda. İdamədə sol do be surəti mizrabı darama çalırıq. Bu halətdə ki, darama mizrabı da nəhvi çalmasın, kamil surətdə o müqəddəmatı cələsələrimizdə 7-ci cələsədə tozih vermişəm. Pəs 2-ci qədəmimiz də oldu sol sol do. Rast bir dənə daram oldu. Kullu mizanı aram ritminə çalsaq bu cür oldu. Sol sol do, sol sol do. Müntaha mizrafları fərq elədi dediyim. Səri haləti bu cür olur. Keçək 2-ci mizanımıza. Çalğısı bu halətdədir.